təşəkkür edirəm hər biriniz vaxtınızı ayırıb izlədiyiniz üçün. Ümid edirəm ki, çox faydalı məlumatlar paylaşacağım. Çünki danışacağım mövzu çox önəmli, vacib bir mövzudur. Hipertoniya ilə bağlı, hansı ki, bir çox xəstəliklərin birbaşa ağırlaşmasına səbəb olur. Ağır nəticələrə gətirib çıxardır, lakin çox zaman təəssüf ki, çox da ciddiyə alınmır. Çünki bir çox pasientlər sadəcə rəqəmləri müalicə etmək istəmirlər. Yəni, yüksək rəqəmləri görsələr də çox ciddiyə almırlar. Ona görə bu haqda istəyirəm hipertoniyanın müalicəsində inteqrativ yanaşma, fərqli bir yanaşmadan bugün söhbət açım. Növbəti slaydıma keçə bilsəm. Bilirik ki, ölüm səbəbləri içərisində ürək-damar xəstəlikləri birinci yeri tutur. Sonraki mərhələlərdə xərçəng, şəkərli diabet və digər xəstəliklər gəlir. Ürək-damar xəstəlikləri içərisində isə ürək-damar xəstəliklərinə ən çox səbəb olan vəziyyətlər ürəyin işemik xəstəlikləri, insult və hipertoniyadır. Hansı ki, ölüm səbəbləri içərisində bunlar əsas üçlüyü təşkil edir. Yəni, hipertoniya çox ciddi bir vəziyyətdir. Qeyd etdiyim kimi, çox ciddiyə alınmasa da. Əvvəllər hipertoniyanın fərqli təsnifatları var idi, yəni müxtəlif rəqəmlər nəzərə alınırdı, dərəcələri var idi. Avropa Kardioloji Cəmiyyətinin 2024-cü il protokollarına əsasən artıq belə müəyyən olunub ki, normal təzyiq 120-80 mm civə sütunu və daha aşağı olmalıdır. Lakin 110-70 mm civə sütunundan da aşağı salmağı təzyiqi çox da məsləhət görmürlər. Bu zamanda artıq əlavə problemlər yaranmış olur. Belə müəyyən olunub ki, artıq artmış təzyiq 120-139 və 80-89 mm civə sütunu, hipertoniya isə artıq 140-90 mm civə sütunu olduğu kimi qalır. Yəni 140-90 və daha yüksək təzyiq hipertoniya hesabı olunur. Statistikasına gəldikdə, çox insanlar əslində hipertoniyadan əziyyət çəkdiyini bilməsə də, yəni tam qeydiyyata alınmasa da, belə müəyyən olunur ki, 2024-25-ci ilin statistikasına görə dünyada 1,5 milyard insan hipertoniyadan əziyyət çəkir. Yəni, bu böyüklər yetişkinlər arasında hər 3 nəfərdən biri deməkdir əslində. Yəni, yetərincə çox ciddi bir rəqəmlərdir. Hər il dünyada əslində 10 milyondan çox insan hipertoniya və buna bağlı ağırlaşmalardan dünyasını dəyişir. Yəni, ürək xəstəliklərinin meydana çıxan ağırlaşmaların ən çox səbəblərindən biri hipertoniyadır. Azərbaycanda tam statistika yoxdur, çünki qeyd etdiyim kimi xəstələrin əksəriyyəti hipertonik olduğunu bilmir və qeydiyyata alınmır. Lakin belə müəyyən olunur ki, xəstələrin sayı artıq milyonu ötübdür, yəni hipertoniya xəstələrinin sayı. Ölümlərin 56%-dən çoxu qan dövranı sistemi xəstəlikləri səbəbindən olur ki, bu da yetərincə ciddi bir səbəbdir. Hipertoniyanı çox vaxt qeyd etdim ki, pasiyentlər çox da ciddiyə almır. Niyə ciddiyə almır? Çünki mütləq şəkildə düşünürlər ki, yəni hipertoniya, yüksək təzyiq varsa, mütləq şəkildə ağrı narahatçılıq olmalıdır. Xüsusən də baş ağrısı. Baş ağrısı yoxsa, rəqəmlər yetərincə ciddi belə olsa, çox yüksək rəqəmlər də olsa, çox da ciddiyə almırlar və düşünürlər ki, məni narahat etmirsə, bir problem yoxdur. Əslində, mən hər zaman pasiyentlərimə qeyd edirəm ki, sizi narahat etməyə bilər bu rəqəmlər, amma orqanizminizi mütləq şəkildə narahat edir və zamanla mütləq fəsadlara gətirib çıxardacaqdır. Ən çox rast gələn əlamətlərindən biri baş ağrılarıdır. Şiddətli baş ağrıları olur, bəzən baş gicəllənmə müşahidə olunur. Xüsusən boynun arxa hissəsində ağrılar müşahidə olunur. Bəzən alında ağrı deyil, ağırlıq hissi olunur. Görmədə mütləq şəkildə adətən pozulmalara gətirib çıxardır. Bulanıq görmə olur, gözün önündə qara nöqtələr olur. Pasiyentlər qeyd edir ki, tam aydın seçə bilmirəm, tam yaxşı görə bilmirəm. Həmçinin qeyd etdiyim kimi, ən çox qeyd edirlər ki, təzyiq varsa mütləq baş ağrısı olmalıdır. Ancaq hər zaman baş ağrısı olmur. Təzyiq daha çox ürək ağrılarından da özünü göstərə bilir. Yüksək təzyiq varsa ürək döyüntüləri artır. Bu zamanda sinədə narahatçılıq, ağırlıq, təzyiq yaranma hissi olur. Bu da hipertoniyanın ciddi əlamətlərindən biridir. Hansı ki, gətirib miokard infarktına çıxarda bilir, iri damarların cırılmasına, yəni aortanın cırılmasına səbəb ola bilir. Həmçinin təzyiq vaxtı təbii ki, nəfəs almada çətinlik olur. Bəzən ürək bulanma, qusma, burun qanaxmaları, halsızlıq, yorğunluq müşahidə olunur. Və təbii ki, xüsusən onu qeyd edəcəm ki, hipertoniyanı həm də səssiz qatil, lal qatil adlandırırlar, gizli qatil adlandırırlar. Çünki hər zaman əlamət vermir, əlamətsiz formalaşa bilir və sadəcə ağırlaşma ilə də nəticələnə bilir. Və onu elə buradan qeyd etmək istəyirəm ki, bu misalı əslində çox sevirəm və
bir çox tədbirlərdə də həmişə çəkirəm ki, bu misalı. Bir dəfə bir pasient müraciət etmişdi müayinə üçün və pasient dializ xəstəsi idi. 55 yaşında kişi pasiyenti idi. Hündür, orta çəkilli və dializ xəstəsi olduğunu qeyd etdi. Və mənim üçün çox maraqlı oldu ki, hansı səbəbdən dializ yaranıb. Bütün sualları verdim, anamnez topladım. Şəkərli diabeti yoxdur, böbrək xəstəliyi yoxdur, yəni heç bir narahatçılığı yoxdur. Və sadəcə özü qeyd etdi ki, bir dənə yüksək təzyiqim olurdu, 180 təzyiqim olurdu və düşündüm ki, mən boyda insana 180 təzyiq neyəcək və nəticədə bugün dializ xəstəsiyəm. Yəni təzyiq qeyd etdiyim kimi rəqəmlər insanları narahat etməsə də mütləq şəkildə bir gün ağırlaşmaları gətirib çıxardacaq. Bunu niyə belə xüsusi qeyd edirəm? Çünki demək olar ki, ətrafımızda qeyd etdim ki, hər 3 nəfərdən biri hipertoniyadan əziyyət çəkir. Bu bizim özümüz və yaxınlarımız da ola bilirik. Ona görə daha diqqətli olmağımız vacibdir. Pasientlər ən çox niyə müalicə almaqdan çəkinirlər hipertoniyada? Bəzən əslində bu bəhanə də olsa belə qeyd edirlər ki, təzyiqin səbəbini bilmək istəyirəm. Təzyiqimin səbəbi nədir? Səbəbini bilmədiyim xəstəliyi niyə müalicə eləyim, niyə dərman içim? Biz akademik tibbdə qeyd edirik ki, təzyiq 95% hallarda essensial hipertoniyadır, yəni səbəbi bilinmir. 5% hallarda isə ikincili hipertoniya, hansı ki, böbrək xəstəliklərindən, hormonal vəziyyətdən, artan kalsiyasından, yuxu apnoesindən ola bilər. Bu hormonal dəyişikliklərə, böbrək üstü vəz xəstəlikləri, qalxana bənzər vəz xəstəlikləri aiddir. Və bizim ən çox rast gəldiyimiz essensial hipertoniya olur. Bu 95% hallar. Və akademik tibbdə bunun səbəbini bilmədiyimizi deyirik. Ancaq inteqrativ tibbdə baxaq görək 95% essensial hipertoniya niyə yaranır və necə yaranır və bunu pasientlərə ətraflı şəkildə izah etsək əslində müalicəyə daha dəqiq və doğru yanaşarlar. Burada da simptomlarını daha geniş qeyd etmişəm ki, baş gicəllənmə, halsızlıq, bəzən qusma, yəni müxtəlif simptomlarla müşahidə oluna bilir. Yəni hər zaman baş ağrı olması şərt deyil təbii ki. İnteqrativ təbabət əslində çox geniş bir anlamdır. Yəni özündə sadəcə dərmanları deyil, bir çox müalicə üsullarını cəmləşdirir, toplayır. Əslində mən hər zaman bunu qeyd edirəm ki, inteqrativ təbabət doğru orqanizma doğru düzgün yanaşmadır. Çünki keçmişdə daha çox belə can həkimləri olurdu. Yəni xüsusi ixtisas həkimləri olmurdu, can həkimi deyirdik. Və onlar kompleks şəkildə orqanizmə yanaşırdılar. Yəni həm ürək üçün, həm digər orqanlar üçün kompleks olaraq bu orqanları düşünürdülər. Sonrasında artıq bu ixtisaslaşma yarandı və ürək həkimi sadəcə öz sahəsi ilə məşğul olur. Yəni biz ürək üçün verdiyimiz dərmanlar digər orqanlara da mənfi təsir göstərir. Kimyəvi dərmanlar təbii ki, bunu bilirik, hər bir dərmanın yan bir təsiri var. Digər orqanlarında hər birinin işini nəzərə almağa məcburuq əslində. Onun üçün inteqrativ təbabət məhz bunu yerinə yetirir. Kompleks yanaşır orqanizmə. Dərmanlara ehtiyac varsa dərmanları verir. Ürək xəstəliyi varsa bu təkcə ürəkdən yaranmadığını bilirik. Qaraciyərin, böyrəyin funksiyasını dəstəkləməsək istədiyimiz nəticəni əldə etməyəcəyimizi bilirik. Bununla yanaşı təkcə dərman vermirik. Ehtiyac varsa hirdoterapiya, refleksoterapiya, osteopatiya, digər preparatlardan fitoterapiya, yəni bunların hər biri özündə inteqrativ tibb, bunların hər birini özündə cəmləşdirir, yəni kompleks yanaşır. Niyə inteqrativ tibb, niyə seçirik inteqrativ tibbi həm də? İnteqrativ tibb xəstələrimizin də hər zaman istədiyi səbəbi ortadan qaldırır, yəni səbəbi bilirik və buna uyğun müalicə edirik. Akademik tibbdə bizim etdiyimiz daha çox xəstəliyin simptomunu ortadan qaldırmaqdır. Necə hipertoniyada olduğu kimi, yəni hipertoniyada biz kimyəvi dərmanları verməklə rəqəmləri sağaldırıq. Rəqəmi normallaşdırırıq və onun altda yatan səbəbindən çox da bilmirik. Və təbii ki, görürük ki, uzun müddət kimyəvi dərmanlar, beta-blokatorlar, qandurlaşdırıcılar istifadə edən pasient müəyyən bir müddətdən sonra təkrar infarkt keçirdir. Bu qaçılmazdır. Heç kim deyə bilməz ki, əgər bütün dərmanlarını istifadə edirsə, akademik təbabətdən xəstədə heç bir infarkt halı olmayacaq. Təbii ki, olur. Bəs niyə bu hallar yaranır? Çünki biz səbəbi ortadan götürmürük. Sadəcə simptomları sakitləşdiririk. Pasient özünü yaxşı hiss eləyir. Təbii ki, inteqrativ tibb pozulmuş müdafiə immun funksiyalarını bərpa eləyir. Təbii tərkibli dərmanlardır və bir orqanı müalicə edərkən digər orqana zərər vermirik. Əksinə, biraz sonra dərmanlardan danışarkən göstərəcəm ki, çox geniş tərkiblidir və ona görə də bir orqana fayda verirkən digər orqanlara da fayda verir. İçindəki komponentlər çox tərkibli təsirdədir. Ona görə bütün orqanlara faydalı təsir göstərir. Yəni, digər orqanları zədələmirik, yan təsirlər göstərmirik.
Təbii ki, inteqrativ təbabətin Reykjavik'in 6 fazalı cədvəli. Bu bizim üçün xəstəliklərin müalicəsində çox önəmli bir cədvəldir. Burada 6 fazadan ibarətdir, lakin əsas 3 mərhələsi var. Humoral mərhələ, hüceyrə mərhələsi və baryer, bioloji kəsişmə mərhələsi. Bu baryer bizim üçün çox önəmlidir. Çünki baryerdən öndə olan vəziyyətdə xəstəlikləri müalicə etdikdə istədiyimiz nəticəni ala bilirik. Mən bugün əsas daha çox təbii ki, bu qeyd etdiklərimin hər birini hipertoniya üzərindən danışacağım. Həmçinin də bu cədvəl üzərində. Bu hissəni qeyd edib, sonra yenidən cədvələ davam edəcəm. Bu sxemi niyə bura qoydum? İnteqrativ tibbə görə hipertoniyanın necə yaranır? Yəni bizim o 95% esensial səbəbi bilinməyən dediyimiz hipertoniya necə yaranır? Geniş qeyd edəcəm, sadəcə bu toksinlər hissəsindən cədvələ davam edəcəm. Onun üçün bunu qeyd eləmək istəyirəm burada. Stres, qidalanma pozulması mədə-bağırsaq sisteminin pozulmasına gətirib çıxardır. Burada təbii ki, toksinlər formalaşır. Həmin toksinlər xroniki iltihab, oksidativ stres yaradır və damarın daxili qatının zədələnməsinə gətirib çıxardır ki, sonra qeyd edəcəyim kimi burada necə təzyiqin yaranmasına səbəb olacaq. Xəstəliyin inkişaf cədvəlində birinci ekskresiya fazasıdır ki, hansı ki, burada orqanizmə müxtəlif səbəbdən toksinlər toplanmış olur. Və orqanizm ilk mərhələdə özü çalışır ki, təbii yollarla bu toksinləri orqanizmdən uzaqlaşdırsın. Və burada hələ ki, təzyiq dəyişmir. Çünki orqanizm mübarizə aparır, sistemlər tamamilə pozulmayıbdır. Ona görə də özü çalışır ki, orqanizmi tənzimləsin və bu müvəqqəti və sağlam reaksiyadır. Yəni, hələ ki, çalışır orqanizm. İkinci faza, iltihab fazası. Toksinlər orqanizmdən artıq tam xarici oluna bilmədikdə, yəni orqanizmin gücü çatmır ki, özü kənarın daxili olmadan toksinləri kənarlaşdırsın. Bu zaman bədəndə iltihab yaranır. Və damar divarında artıq zəif iltihabı proseslər yaranır. Bu zaman təzyiq sıçrayışları olur. Bəzən pasiyentlər qeyd edirlər ki, təzyiqim qəflətən yüksəlir, sonrasında normallaşır. Bu artıq həmin o iltihab fazasıdır. Sonra artıq depolaşma fazası. Bədəndə toksinlər xaric ola bilmədiyi üçün, yəni orqanizmin özünün gücü çatmır, toksinləri xaric etsin və depolaşmağa başlayır. Bu prehipertoniyadır. Yəni toksinlər orqanizmdə toplanır, birləşici toxumada yığılır. Bu da həmçinin aterosklerozun da başlanğıcıdır. Burada da xəstəlikdə hipertoniyada kəskin deyil əlamətlər, yəni tam kəskin özünü biruzə vermir, bəzən təzyiq yüksəlir, bəzən normallaşır, amma damar artıq zədələnir və elastikliyi azalır. Və burada bioloji kəsişmə nöqtəsi, yəni baryerimiz var. Burada hələ ki, bu mərhələyə qədər bizim üçün önəmlidir. Çünki baryerdən öndə olan xəstəlikləri müalicə etmək daha rahatdır və hansı ki, bu mərhələyə qədər hipertoniyanı müalicə etməyə çalışsaq, əslində pasiyentlərin istədiyi kimi dərmandan asılı olmadan müalicə mümkündür. Yəni, daimi kimyəvi təzyiq dərmanına ehtiyac olmaya bilər. Lakin bu mərhələdən keçdikdən sonra, baryeri keçəndən sonra impregnasiya fazası başlayır ki, artıq toksinlər hüceyrə daxilinə keçir və ferment sistemini zədələyir və artıq burada daimi yüksək təzyiq, esensial hipertoniya mərhələsi başlayır ki, bu zamanda bizim kimyəvi təzyiq dərmanlarına ehtiyacımız olur. Çünki damar endoteli zədələnmiş olur artıq. Və 5-ci mərhələ degenerasiya fazası. Burada hüceyrələr və toxumalar demək olar ki, funksiyasını itirir, funksiyası sıradan çıxır və hipertoniyada əsas olan hədəf orqan zədələnmələri müşahidə olunur. Bu zaman sol mədəcin hipertrofiyası, böyrək çalışmazlığı baş verir və artıq orqanizm özünü bərpa edə bilmir. Və 6-cı mərhələ diferensiasiya mərhələsidir ki, artıq genetik kod tamamilə pozulmuş olur. Burada artıq hipertoniyanın ağırlaşmaları, ağır fəsadlar, insult, infarkt meydana gəlir. Hansı ki, bizim hər zaman hipertoniyada qorxduğumuz, pasiyentlərə də anlatmağa çalışdığımız mərhələ. Niyə inteqrativ tip? Çünki inteqrativ tip klassik tipdən fərqli olaraq sadəcə rəqəmləri müalicə etmir. Yəni, klassik tipdə biz veririk təzyiq dərmanlarını, rəqəmləri normallaşdırırıq. İnteqrativ tip isə damar sağlamlığını bərpa etməyə fokuslanır. Təzyiqin yaratdığı ağırlaşmaların qarşısını alır. Damar zədələnməsinin qarşısını alır və mən bunu hər zaman qeyd edirəm ki, inteqrativ tip akademik tibbə alternativ deyil, əksinə tamamlayıcı bir müalicədir. Çünki bizim akademik tibbdə etdiyimiz
kimyəvi dərmanları veririk. Müəyyən müddətdən sonra əgər təzyiq təbii ki yenidən yüksəlir, müəyyən müddət həmin dərmanlar təsir edir. Sonra təzyiq yenidən yüksəldikdə etdiyimiz nə olur? Ya dərmanı dəyişirik, daha yüksək dozalı dərmana keçirik, ya həmin dərmanın dozasını artırırıq, ya ümumiyyətlə tərkibini dəyişirik. Və bu belə gedir. Hər zaman daha da artıra gedirik. Lakin inteqrativ tibb istifadə etdikdə bunlara ehtiyac qalmır. Yəni dediyim kimi, əgər gec mərhələdə başlanıbsa, artıq baryerdən sağ tərəfdə olan mərhələdə başlanıbsa, təbii ki, müəyyən təzyiq dərmanları istifadə olunur. Lakin inteqrativ tibblə yanaşı istifadə etdikdə dərmanların dozasını artırmağa ehtiyac olunur və həmçinin dərmanların yanaşı əlavə təsirlərini azaltmış olur inteqrativ tibbdə istifadə olunan dərmanlar. Niyə təzyiq yaranır? Niyə esensial hipertoniya formalaşır? Burada əsas bizim üçün önəmli olan oksidativ stres, xroniki iltihab haqqında danışacağım. Bağırsaq ürək oxu. Əslində biz bunu hər zaman qeyd edirik ki, bütün xəstəliklərin başlanğıcı bağırsaqdan başlayır. Yəni orqanizmdə bağırsaq normal fəaliyyət göstərməlidir ki, bütün orqanlarında fəaliyyət normal olsun. Çünki ürək üçün də hər hansı bir dərman içiriksə, əgər məndə bağırsaq düzgün fəaliyyət göstərmirsə, düzgün işləmirsə, təbii ki bu dərman da düzgün sorulmayacaq və dərmanın da bir faydası olmayacaq. Bəzən də pasientlər qeyd edir ki, dərmanlar keyfiyyətsizdir, istifadə edirəm, mənə bir faydası yoxdur. Əslində mədə bağırsağımız düzgün işləmədiyi üçün dərmanların da təsiri olmur. Proses necə başlayır? Mədə bağırsağın pozulmasından, bağırsaq disbiyozundan başlayır. Səbəb düzgün olmayan qidalanma. Çünki günümüzdə ən çox fast food qidalar istifadə olunur. Əvvəllər qidalar daha sağlam idi, artıq günümüzdə daha rahat qidalardan istifadə olunur. Bilirik ki, düzgün olmayan qidalanma hipertoniya risk faktorlarından biridir. Xüsusən yüksək miqdarda duzun istifadəsi, şəkərin istifadəsi, lifli qidaların daha az istifadə olunması, həmçinin təbii ki, yanaşı olaraq dərmanlarda təsir göstərir, antibiotiklərin də təsiri bağırsaqda faydalı bakteriyaları azaldır, bağırsağın baryer funksiyasını pozur və dəlikli bağırsaq yaradır və sızan bağırsaq olur. Yəni, nəticədə zərərli bakteriya hissəcikləri, lipopolisakharidlər qana keçir. Və bu qana keçən maddələr xroniki iltihabı tətikləyir. Yəni, damarın daxili qatını zədələyir, orada iltihabi proses yaradır. Hansı ki, burada stakinlər ifraz olunmağa başlayır və nəticədə xroniki iltihab yaranır. İltihab hüceyrələri reaktiv oksigen növləri istehsal edir ki, bu da oksidativ stresə səbəb olur. Oksidativ stres sərbəst radikalların antioksidan sistemindən daha çox olduğu bir vəziyyətdir və nəticədə endotel disfunksiyası yaranır. Bilirik ki, endoteldə azot oksid sintez olunur ki, hansı ki, azot oksid damarların daxili qatının elastikliyini təmin edir və təzyiqin normal saxlanmasına kömək edir, damar sağlamlığının əsas göstəricisidir. Və oksidativ stres zamanı bu həmin azot oksid parçalanır və damarlarda əksinə vazokonstriksiya gedir, damarlar daralır. Təbii ki, oksidativ stresin ən çox təsir elədiyi sistemlərdən biri börəkdir və iltihab siqnalları həm də börəklərdə duz saxlanılmasını artırır və simpatik sinir sistemini aktivləşdirir və nəticədə damar müqaviməti artır və arterial hipertoniya formalaşır, hansı ki, bizim indiyə qədər səbəbi yoxdur dediyimiz həmin hipertoniya formalaşır və bu birbaşa, yəni bağırsaq, börək, ürək bütün sistemlərin bir-birindən əlaqəsi nəticəsində formalaşmış olur. Oksidativ stres qeyd etdiyim kimi əsas hədəf nöqtələri ürək və börəkdir. Börəklərdə oksidativ stres olduqda börəklər çox həssasdır oksidativ stresə qarşı və sərbəst radikallar börək filtrini təşkil edən hüceyrələri zədələyir. Nəticədə zülal sızması, proteinuriya baş verir. Həmçinin duz balansı pozulur. Oksidativ stresin təsirindən natriumun, yəni duzun geri sorulması artır və nəticədə bədəndə duz qaldıqda suyun da miqdarı artır və birbaşa təzyiqin yüksəlməsinə gətirib çıxardır. Həmçinin də bilirik ki, qeyd etdiyimiz kimi, təzyiq yüksəlməsinin əsas səbəblərindən biri renin angiotenzin sisteminin pozulmasıdır ki, oksidativ stres həmçinin bu sistemi daha da aktivləşdirir, damarların kəskin daralmasına gətirib çıxardır. Və bir daha onu qeyd etmək istəyirəm ki, müayinələrə keçmədən öncə
damarımızın daxili qatında azot oksid sintezi olunur ki, hansı ki azot oksid damarın elastikliyini təmin eləyir, həmçinin təzyiqin normallaşmasını təmin eləyir və həmin azot oksid azaldıqda damarın daxili qatı zədələnir, damarın genişlənməsi artıq pozulur, əksinə damar daralır və həmçinin buradan elə aterosklerozun başlanğıcı üçün də zəmin yaranmış olur. Və bilirik ki, ürəyin işemik xəstəliklərinin yaranmasının da əsas faktorlarından biri, yəni əsas səbəblərindən biri yüksək təzyiqdir və təzyiq yarandıqda və onun funksiyası pozulduqda, yəni damarın daxili qatının funksiyası pozulduqda ürəyin işemik xəstəliklərinin yaranması üçün də zəmin yaranmış olur. Bütün bunları necə müəyyən edəcəyik? Çünki qan analizləri zamanı müəyyən göstəricilər normal olursa, pasiyentin niyə təzyiqin yüksəlib başa salmaq biraz çətin olur. Bu zaman bizə kömək edən müayinələrdən biri canlı qanın müayinəsi, yəni qaranlıq sahə müayinəsidir ki, burada qaranlıq sahə müayinəsində biz nə görürük? Xüsusən hipertoniya zamanı normada qanın plazma hissəsi təmiz qara rəngdə görsənməlidir. Hansı ki, biraz sonra mən o şəkilləri göstərəcəm, qaranlıq sahə mikroskopiyasından olan şəkilləri göstərəcəm və orada daha rahat aydın olacaq ki, necə olmalıdır normada və hipertoniyada necə olur. Bu zaman hipertoniya zamanı fibrin lifləri olur. Həmin o qara sahənin üzərində fibrin lifləri yaranır və tromb yaranma riskini artırmış olur. Həmçinin xüsusən ağır yağlı yeməklərdən sonra yağ damcıları artmış olur və parlayan nöqtələr kimi müəyyən nöqtələr görsənməyə başlayır artıq. Canlı qanın mikroskopiyası qanda həmin anda baş verən bütün prosesləri izləməyə bizə imkan verir. Yəni, həmin o anda pasiyent özü də gözü ilə görür ki, qanı necə dəyişir, qanda nələr baş verir, müayinə edən həkim də onu göstərir ki, normada qanda eritrositlər yayılmış şəkildə olmalıdır. Lakin hipertoniya zamanı qəpik sütunları şəklində olur və bir-birinə yapışmış olur. Təbii ki, mən hər zaman pasiyentə bunu belə izah edirəm ki, eritrositlər normada hemoqlobini və oksigeni daşımalıdır və qəpik sütunu kimi bir-birinə yapışdıqda, öz funksiyasını itirdikdə, funksiyasını yerinə yetirə bilmir. Yəni, orqanizm oksigeni daşıya bilmir və hipoksik vəziyyət yaranmış olur. Bu zamanda yorğunluq, halsızlıq, bu kimi vəziyyətlər müşahidə oluna bilir. Burada da daha geniş şəkildə qeyd eləmişəm ki, canlı qanın mikroskopiyası necə özünü göstərir. Qanın qatılığı artdıqda qırmızı qan hüceyrələri bir-birinə yapışır, qeyd etdiyim kimi qəpik sütunları kimi yapışır və hüceyrələri qidalandıran kapillərlərə keçə bilmir. Və burada oksigen aclığı qeyd etdiyim kimi hipoksiya yaranır. Qaranlıq sahə mikroskopiyası vasitəsilə neqativ dəyişiklikləri vaxtında erkən aşkarlamaq mümkündür ki, bu da orqanizmdə drenaj detoksikasiya etməklə yaranan problemlərdən azad olmaq mümkündür. Və bu çox rahat, sadə bir müayinədir. Hansı ki, qulağın ısırğa hissəsindən 1-2 milli damla qan almaqla 5-10 dəqiqə ərzində aparılan bir müayinədir. Və ən əsası odur ki, pasiyentə çox yaxşı şəkildə izah olunur və pasiyent özü bunu gördüyü üçün daha anlaya bilir, daha yaxşı xəstəliyini anlayıb başa düşə bilir. Çünki bizim hipertoniyada əsas problemlərimizdən biri dediyim kimi, hipertoniya çox ciddi, ağır bir xəstəlikdir, hansı ki, ciddi ağırlaşmalara səbəb olur və pasiyentə bunu sonuna qədər izah etməliyik ki, onu nələr gözləyir ki, düzgün müalicə seçə bilsin, yəni müalicə olunmağı qəbul etsin. Burada qeyd etdiyim həmin vəziyyətdir ki, qəpik sütunları kimi qanda eritrositlər bir-birinə yapışır və iltihabı göstərən proseslərdən biridir. Digər çox sevdiyim və istifadə etdiyim müayinələrdən biri Soçektin. Çünki qeyd etdim, əslində mən daha çox xroniki iltihabdan və oksidativ stressdən danışdım. Ancaq təzyiqin yüksəlməsinə səbəb olan bir çox faktorlar var ki, bunlardan biri də orqanizmin ağır metallarla zəhərlənməsidir. Yəni, Soçek vasitəsilə biz ağır metalları, vitamin çatışmazlığını, mineral çatışmazlığını müəyyən edə bilirik. Və bir dəfə də mən çıxışımda bunu qeyd etmişdim ki, Türk həkimlərinin praktikasında bir dəfə göstərmişlər ki, və bundan sonra mən daha çox Soçek istifadə etməyə başladım və göstərmişlər ki, bir pasiyent
uzun müddət yüksək təzyiqdən əziyyət çəkir və bir çox müayinələrdən keçir, nə qədər dərmanlar qəbul edir. Lakin heç bir halda təzyiqi normallaşdırmaq mümkün olmur. Və artıq Türkiyədə funksional tibb, yəni inteqrativ tibblə məşğul olan bir həkimə müraciət edir və qidalanma araşdırılarkən müəyyən olunur ki, pasientdən soruşurlar, necə tibb qidalanırsan? O da deyir ki, sağlamlıq üçün balıq çox istifadə edirəm və təbii ki, okean balıqlarında ağır metallar çox olur. Və pasient bunu sağlamlıq üçün etdiyi halda əksinə orqanizmi zəhərlənir. Və söhbət vasitəsilə aşkar olunur ki, ağır metal zəhərlənməsi var. Və təbii ki, balıq istifadəsi dayandırılır, orqanizm detoksikasiya olunur və nəticədə təzyiq normallaşır. Yəni, Soçek bizə bu cəhətdən çox kömək edir. Çünki qeyd etdiyim kimi, hipertoniyanın yaranmasının bir çox səbəbləri var və bunun bəzən çox kiçik səbəbləri olur və bunun hər birini araşdırmaq çox önəmlidir. Qan analizlərində nələrdən istifadə edirik? Qan analizlərində istifadə etdiyimiz bütün müayinələri bir-bir izah etməyəcəm. Çünki burada akademik təbabətdə istifadə etdiyimiz analizləri hər kəs bilir. Mən daha biraz fərqlərini izah etməyə çalışacağım. Homosistein analizi. Homosistein bir amin turşusudur. Hansı ki, miqdarı çox olarsa, yüksək miqdarda zəhər təsiri göstərir və oksidativ stresi və endotez zədələnməsini ölçmək üçün istifadə edirik ki, homosistein nə qədər çoxdursa, bu damarın daha çox zədələndiyini göstərir. Və bu da azot oksid istehsalını azaldır, damarın daxili divarını zədələyir. Yəni, homosisteinin miqdarı çox olarsa, bu hallar baş verir. Burada isə miqdarını göstərmişəm, hansı miqdarı daha optimaldır. 5-10 mm olduqda təhlükəsiz səviyyədir. 12-dən yuxarı olmamağı daha uyğundur. 12-dən yuxarı olanda artıq risk yaranmağa başlayır. 15-30 yüngül yüksəklik və 30-100 yüksək və 100-dən yüksək artıq bu ciddi genetik pozulmadır. Hansı ki, bu yaxınlarda bir pasiyentimizdə biz bunu aşkar etmişdik klinikada və həmin pasiyentdə ciddi damar darlığı var idi. Artıq bir çox damarlarında tutulmalar var idi. Yəni, əməliyyata göstəriş olan pasiyent idi. Hansı ki, vaxtında müayinə olunmayıb, vaxtında bu dəyərləri bilməyib. Damarlar daraldıqdan sonra artıq yoxladıqda homosistein yüksək olduğunu görüb. Homosistein niyə yüksəlir? Homosisteinin yüksəlmə səbəbi B6, B12 fol turşusu çatışmazlığı nəticəsində yaranır. Hansı ki, bu maddələrin çatışmazlığında parçalana bilmir və qanda toplanır. Həmçinin həddindən çox siqaret istifadəsi, kofe istifadəsi və böyrək çatışmazlığı homosisteinin artmasına gətirib çıxardır və təbii ki, genetik faktorlar da var burada. Gen mutasiyalar da buna səbəb olur. Digər müayinələrdən biri yüksək həssaslıqlı CRP, high sensitive CRP. Bu da son illər artıq daha çox istifadə olunur və iltihabın gizli göstəricisidir deyə bilərik. Bunu niyə yoxlayırıq? High sensitive CRP-ni nə üçün yoxlayırıq? Damar divarında iltihab olub-olmadığını, infarkt və insult riskini müəyyən etmək üçün istifadə edirik. Normada 1 mg litrdən aşağı olmalıdır. 3 mg litrdən yüksək olması artıq ciddi iltihabı göstərir. Təbii ki, bu rəqəmlər hər biri təklikdə bir ciddi anlamı yoxdur. Bunları kompleks şəkildə bir-biri ilə əlaqəli müayinə edirik və bu zaman qərar veririk. Yəni, sadəcə bir göstəricinin yüksək olması bu ürək xəstəliklərinin riski olduğunu tam göstərməz. Təbii ki, lipid profili bizim üçün çox önəmlidir. Burada LDL iltihabı təsir göstərir. Yüksək sıxlıqlı xolesterinlər iltihab əleyhinə təsir göstərir və xroniki iltihab və oksidativ stresi birbaşa tətikləyən təbii ki, metabolik pozulmalar glikohemoqlobinin yüksəkliyidir. Bu kitabın şəklini niyə qoymuşam? İntegrativ tibb kitabıdır və bu yeni nəşridir. Burada bir çox tədqiqatlar var. Dərmanların istifadəsi ilə bağlı bir çox tədqiqatlar aparılıbdır və bu kitaba istinad edərək bir çox tədqiqatları burada qeyd etmişəm. Onun üçün bunu qeyd etmişəm. Hipertoniyanın müalicəsində təbii ki, qeyd etdiyim kimi kimyəvi dərmanlar əgər ehtiyac varsa istifadə olunur və təbii ki, gecikmiş mərhələdirsə vaxtında müraciət olunduqda qeyd etdiyim kimi 6 fazal cədvəldən
bariyerdən öndəki mərhələdə müraciət olunanda təbii ki, təzyiq dərmanları olmadan inteqrativ tibb müalicəsi ilə təzyiqi normallaşdırmaq mümkündür. Əgər gecikmiş mərhələdirsə, təzyiq dərmanları istifadə olunursa, onların dozalarını artırmamaq üçün, yan təsirlərini azaltmaq üçün inteqrativ tibbdən istifadə olunur. Və ən çox istifadə etdiyim və sevdiyim dərmanlardan biri kralanin. Kralaninin tərkibində bir çox komponentlər var ki, bunlardan biri yemişan, digərləri kalium karbonikum, spigelia. Yemişan ürəyi tonuslandırır. Çünki ürək xəstəliklərində enerjiyə çox ehtiyacımız var. Ona görə buradakı komponentlər bizim üçün faydalıdır. Həmçinin kalium karbonikum bizim ürək xəstəliklərində ən çox rastlaşdığımız əlamətlərdən biri də ödemlərin olmasıdır, pastozluqdur. Və bəzən elə mərhələ olur ki, burada sidik qovucu vermək hələ tezdir. Ancaq pasientdə pastozlu nəsə bir şey etmək lazımdır. Bunun üçün kralanin bizə kömək edir. Kalium karbonikum ödemlərin azalmasına kömək edir. Həmçinin təbii ki, tənginəfəsliyi azaldır. Çünki ürək çalışmazlığını da normallaşdırır. Göstərişlərin damar genişləndirici təsiri var, hipotenziv təsiri var, az miqdarda sedativ təsiri var və bu da pasientlərə çox müsbət təsir göstərir. Və bir dərman istifadə etməklə həm tənginəfəsliyi azalır, həm qan təzyiqini regulə edir. Yəni, kralaninin belə bir təsiri var ki, təzyiq yüksəkdirsə onu normallaşdırır, aşağıdırsa yenə də normallaşdırır. Yəni, sırf aşağı təzyiqli xəstələrə verməyim, yüksək təzyiqli xəstələrə verim kimi də deyil. Yəni, təzyiqi ümumiyyətlə regulasiya edir və normallaşdırır. Onu da qeyd etmək istəyirəm ki, bir pasientimizdə bu yaxınlarda, Türkiyədə müraciət edən bir pasientimizdə müəyyən başqa yanaşı xəstəlikləri də var idi və Türkiyədə ona kimyəvi dərmanlar, beta blokatorlar təyin olunmuşdu ürək döyüntü üçün. Və yanaşı olaraq kralanin təyin etdik və pasient qeyd etdi ki, beta blokatordan almadığım effekti kralanindən aldım və ürək döyüntü üçün kralanin çox müsbət təsir göstərdi. Qəbul qaydası. Mən adətən pasientlərə, yetişkin pasientlərə 15 damcıdan gündə 3 dəfə təyin edirəm və müalicə sxemində təyin etdikdən sonra da əlavə təyin edirəm ki, narahat olduğunuz anlarda da, gərgin anlarda da istifadə etsəz daha yaxşı effekt görərsiniz. Burada təsirindən geniş yazılıbdır. Mənim üçün öz praktikamda gördüyüm şeyləri danışmaq daha maraqlıdır. Yəni, öz praktikamı bölüşməyə daha çox istəyərəm. Ona görə özüm gördüyüm müsbət tərəflərini qeyd etdim. Qeyd etdiyimiz kimi sakitləşdirici təsiri var. Miokardın yığılma qabiliyyətini artırır. Koroner qan dövranını yaxşılaşdırır. Və təbii ki, ikinci olmazsa olmazım, ən çox sevdiyim dərmanlardan biri korkompozitumdur. Ən çox sevdiyim dərmanlardan biri dərkən yaxşı effektini gördüyüm üçün bunu daha çox istifadə edirəm. Bu dərmanı həm iynə şəklində əzələ daxili, vena daxili istifadə etmək mümkündür. Həmçinin də nöqtələrə homosimetri etmək də mümkündür. Korkompozitum kardiomiyosidlərin regenerasiyasını yaxşılaşdırır. Hücrə daxilində oksigenin mənimsənilməsini yaxşılaşdırır. Koroner damarları genişləndirir və ürəyin qan təchizatını yaxşılaşdırır. Hansı ki, bizim ürəyin işemik xəstəliklərində çox önəmlidir bu bizim üçün, koroner damarların genişlənməsi. Bu dərmanların fərqli təsiri nədən ibarətdir? Bu, daxildəki ehtiyatları bərpələyərək orqanizmin özünün tənzimlənməsinə şərait yaradır. Yəni, kimyəvi dərmanları biz istifadə edərkən dərmanı istifadə etdiyimiz müddətdə, yəni orqanizmdə yaxşılaşma olur, bu dərmanın təsirindəndir. Lakin korkompozitumun təsiri orqanizmin öz daxili enerjisini artırmaqdır, öz daxildəki prosesləri bərpa etməkdir. Ona görə bu dərmanı istifadə edildikdən sonra da təsirləri keçmir, yəni uzun müddətli təsir olur. Burada da korkompozitumun tərkibini qeyd etmişik. Burada da karotidius var, arnika var. Hansı ki, bunlar qan dövranının yaxşılaşmasına kömək edir. Kardiotrofik, antiaritmik, angioprotektor təsirləri var. Hansı ki, ürəyin işemik xəstəliklərində də istifadə edirik. Kainizin və ubixunun bu
Bunlar bizim için çok önemli mühim faktörlerdir. Güçlü antioksidanttır. E, En yüksek toxuma konsentrasiyası ürəkdə, yüksək hücrə daxili konsentrasiyası isə mitoxondriyanın daxili membranında yerləşir. Koenzim azaldan səbəblər hansılardır? Qocalma, hipotireoz, ürək damar xəstəlikləri zamanı koenzim azalır. Və burada bu həmin qeyd etdiyim inteqrativ tip kitabından olan araşdırmaları, tədqiqatları qeyd etmişəm ki, burada 2015-ci ildə aparılan tədqiqatda göstərmişdir ki, 8 klinik tədqiqatın meta-analizidir ki, və burada statinlər koenzimin səviyyəsini əhəmiyyətli dərəcədə azaldır. Koenzimin əlavəsi isə hipertoniyanın 2 əsas səbəbi oksidativ stres və hiperinsulinemiyanın azalmasına təsir göstərir. Yəni koenzim bizim üçün çox önəmli bir antioksidanttır və statinlərin istifadəsi bu koenzimin miqdarını orqanizmdə azaldır. Statinlər və beta-blokatorların istifadəsi. Hansı ki bu tədqiqatlar bunu göstərir və ilk dəfə 1975-ci ildə hipertoniya ilə əlaqəsi göstərilmişdir. Həmçinin də burada yenə də koenzimlə bağlı tədqiqatlar var ki, gün ərzində istifadəsi arterial təzyiqi 159 mm civə sütununa 147 mm civə sütununa salmışdır. Həmçinin diastolik təzyiqi də 94 mm-dən 85 mm salmışdır. Təbii ki, bizim istifadə etdiyimiz dərmanlar hipertoniyaya müsbət təsir göstərməklə, yəni təzyiqi normallaşdırmaqla yanaşı, ürək xəstəliklərinə, ürəyin işemik xəstəliklərinə, ürək çatışmazlığına da qarşısını alır. Yəni, bu xəstəliklərə də qarşı təsir göstərir. Həmçinin ona görə də koenzimin istifadəsi ürək xəstəliklərində nüha funksional sinifində yaxşılaşma göstərir. Burada da nəticələri göstərmişəm. Krebs siklinin turşuları və onların duzları bir reaksiyanın məhsulu və eyni zamanda sonraki reaksiyanı kataliz edən ferment üçün substratdır. Koenzim hücre tərəfindən hasil olunan enerjinin miqdarını artırır. Hansı ki, ürək çatışmazlığında bu bizim üçün çox önəmli bir faktordur. Tərkibini geniş şəkildə qeyd etmişəm. İçərisində magnezyumu da var, digər maddələr də var. Bu bixinonla koenzim eyni bənzər təsir göstərir. Bizim üçün enerji istehsalında çox önəmlidir. Limfomiyazot. Təbii ki, bizim olmazsa olmazımız limfomiyazot. Limfomiyazot güclü drenaj xüsusiyyətinə malikdir. Həm iltihabi təsir göstərir. İntegrativ tipdə istifadə olunan dərmanlar bayaq da qeyd etdiyim kimi çox komponentlidir. Əslində tərkibində istifadə üçün müxtəlif bir neçə dənə qısa göstəriş yazıla bilər. Lakin istifadə zamanı praktikada görərsiniz ki, çox fərqli təsirləri var. İçindəki komponentlərə görə daha fərqli effektləri var. Ona görə hipertoniyada mən limfomiyazot istifadəsinə çox üstünlük verirəm. Çünki həm iltihabi təsir göstərir, həm drenaj təsiri göstərir və ödemlərin azaldılmasında müsbət effekt verir. Burada da limfomiyazotla bağlı tədqiqatlar, hansı ki, PubMed-də olan tədqiqatlardır. Gəldik slaydımızın ən sevdiyim hissəsinin, Pascarbin hissəsinə. Çünki adətən belə bir fikir var ki, yüksək təzyiq olan zaman maye köçürülməsindən biraz ehtiyat edirlər və xüsusən ürək xəstəliklərində. Ancaq Pascarbin azot oksidin biyoyararlılığını artırır. Hipertoniyanın kökündə dayanan ən böyük problem nitrat oksidin sərbəst radikallar tərəfindən məhv edilməsidir. Və Pascarbin bunun qarşısını alır əslində. Sərbəst radikalları neytrallaşdıraraq azot oksidin parçalanmasının qarşısını alır və damarları genişləndirir, vazokonstriksiyanın qarşısını alır. Yəni, az öncə qeyd etdiyimiz hansı ki, hipertoniyanın yaranmasına səbəb olan əsas faktorlardan biri xroniki iltihabdır və xroniki iltihab nəticəsində azot oksidin miqdarı azalır və Pascarbin isə sırf bu nöqtədə təsir göstərir, damar sağlamlığını bərpa eləyir və periferik müqaviməti azaldır. Yəni, endoteli bərpa eləyir, yüksək təzyiq damar divarını sərtləşdirir. Pascarbin isə əksinə elastikliyi təmin eləyir və sızan damar sindromunun qarşısını alır. Ona görə praktikada çox rahatlıqla çəkinmədən istifadə edə bilərsiniz və təbii ki, əgər yüksək təzyiq varsa, ürək çatışmazlığı varsa,
Mayenin miqdarını çox etməmək olar, lakin paskarbini çox rahatlıqla istifadə etmək olar və mütləq istifadə etmək vacibdir. Çünki qeyd etdiyim kimi iltihabı götürəcək ən vacib dərman preparatlarından biridir. Və nə üçün sırf damar daxilinə istifadə olunması məsləhətdir? Çünki oral qəbul edən, yəni vitamin C bağırsaqdan sorulma limiti var və qanda terapevtik antioksidant səviyyəyə çatmaq və endotelial disfunksiya bərpa etmək üçün vena daxili yüksək dozalı vitamin C-nin istifadəsi daha məqsədə uyğundur. Burada təbii ki, bir çox xəstəliklərdə, yəni qeyd etdiyim kimi inteqrativ tip preparatları geniş təsir spektr malikdir və mənim üçün ən çox maraqlı olan ürək xəstəlikləri olduğu üçün bu haqda daha geniş qeyd etmişəm. Berberisomakor hipertoniyada bir çox əsas səbəblərindən biri də bədəndəki duz və suyun düzgün xaric oluna bilməməsidir. Hansı ki, qeyd etdim ki, oksidativ stres də böyrəklərə təsir göstərir və natriumun saxlanmasına səbəb olur ki, bu zamanda təzyiq yüksəlir və berberis isə böyrəklərin drenaj funksiyasını yaxşılaşdırır və suyun və duzun xaric olmasına kömək eləyir. Diuretik təsiri var təbii ki. Turşu qələvi balansını normallaşdıran preparatlarımızdan biri Sanovis. Mən hipertoniya müalicəsində bir çox preparatları qarışıq istifadə edirəm. Yəni həm Sanum, həm orta molekulyar, həm digər preparatlar birlikdə istifadə etdikdə daha yaxşı, daha müsbət effekt almaq mümkündür. Və turşu qələvi balansının normallaşdırmasında Sanovis dediyim kimi müsbət təsir göstərir və hüceyrə tənəffüsünün təmin olunmasında, çünki ürək əzələsi miokard davamlı enerji tələb edir və Sanovisdə hüceyrə daxilində oksigen istifadəsini yaxşılaşdırır ki, bu da yorğun ürək sindromu və işemiya zamanı ürəyin işini yaxşılaşdırmış olur. Qanın özlülüyünü, qanın axıcılığını yaxşılaşdırır, mikrosirkulyasiyanı bərpa eləyir. Hansı ki, biz ürək xəstəliklərində, xüsusən hipertoniya zamanı qaranlıq sahə mikroskopiyada bunu görürük ki, mikrosirkulyasiyanın pozulması baş verir və Sanovis bu hissədə bizə kömək olmuş olur. Təbii ki, göstərişlərində turşu qələvi tarazlığının və aralıq maddələrin mübadiləsinin pozulması, şəkərli diabetin ağırlaşmaları və bir çox xəstəliklər var. Qeyd etdiyim kimi kompleks müalicə aparılır hipertoniyada və təbii ki, orta molekulyar terapiyadan magnezium omega 3 istifadə olunur. Magneziumda birbaşa damar divarına təsir göstərir, endotel funksiyasını yaxşılaşdırır, azot oksidin sintezini artırır. Magneziumun hansı formasını istifadə eləyək? Kompleks müalicədə önəmlidir və ən çox ürək üçün, hipertoniya üçün lazım olan hissəsi magnezium sitrat, magnezium taurat, magnezium malat daha çox enerji mübadiləsi və damar tonusu üçün faydalı olurlar. Ürək damar sistemi üçün faydalıdır. Magnezium glisinat sakitləşdirici təsiri daha çoxdur. Qeyd etdiyim kimi Mukaxel bizim Sanum preparatlarımızdan biridir. Bu ən çox həm təzyiq xəstələrində, həm ürək damar zədələnməsi olan, yəni damar tutulması, belə deyək, olan hallarda daha çox istifadə olunur. Qan dövranının pozulmalarında kardioprotektiv təsir göstərir, mikrosirkulyasiyanı yaxşılaşdırır, antiaqregant təsir göstərir və venotonik təsir göstərir. Burada Nerexanı qeyd etmişəm. Niyə Nerexanı qeyd etmişəm? Əslində hipertoniyadan danışırıq, ürək xəstəliklərindən. Ancaq Nerexan mənim hipertonik xəstələrdə istifadə etdiyim preparatlardan biridir. Yəni çox istifadə edirəm demək olar ki, nə üçün istifadə edirəm? Demək olar ki, günümüzdə stressiz insan yoxdur. Stres də hipertoniya yaranmasına təsir göstərən faktorlardan biridir. Təbii ki, pasiyentlər qeyd edir ki, stres həyəcan keçirdikdə, yuxu pozulması yarandıqda təzyiq daha da yüksəlir. Pasiyentə get sakitləş, əsəbləşmə deməklə bunu əldə etmək mümkün deyil. Təbii ki, ona görə daha çox Nerexandan istifadə edirəm. Çünki Nerexan kəskin stres zamanı kortizolun həddindən artıq ifrazını bloklayır. Kortizol azaldıqda katexolaminlərə qarşı həssaslıq azalır. Bu da təzyiq sıçrayışlarının qarşısını alır. Hansı ki, pasiyentlər çox zaman qeyd edirlər ki, həyəcanlandıqda
təzyiqi yüksəlir anidən və anidən də normallaşır. Yəni hər zaman normallaşmır, tam normal rəqəmlərə çatmır, çox yüksəlir və azalır və bunun səbəbi əslində katekolamillərin yüksəlməsidir. Tədqiqatlar sübut edir ki, neyroxan beynin amigdala hissəsinin aktivliyini azaldır. Hansı ki, amigdala hissəsi qorxu və həyəcan mərkəzidir və biz pasientləri müalicə edərkən əslində kompleks müalicə aparırıq, inteqrativ tipdə. Mütəxəssislərlə, yəni ürək həkimi, qaraciyər həkimi, digər həkimlərlə birlikdə psixoloq da ehtiyac olursa təbii ki, pasientlərlə söhbət aparır və psixoloqumuzun da qeyd etdiyi kimi pasient birinci növbədə əgər hər hansı bir ağır ürək xəstəliyi diaqnozu qoyduqda ilk hissə, yəni amigdala hissəsi işə düşür və qorxu, həyəcan yaranır və bunun üçün də çox zaman pasientlər getdikdə deyir ki, doktor, bir çox şeylər izah etdiniz, amma yadımda qalmadı. Mənim xəstəliyim nə idi, bilmədim. Çünki bu həmin hissənin amigdala ilə cavab verilir. Qorxu və həyəcan başlayır. Və neyroxan həmin o hissənin də aktivliyini azaldır və pasientin daha rahat, daha sakit düşünməsinə kömək eləyir. Həmçinin də gecə yuxusunu normallaşdırdığı üçün, yəni gündüz yuxusuna təsir göstərmir. Gecə yuxusunu normallaşdırdığı üçün təzyiq sıçrayışlarının da qarşısını almış olur. Hipertoniya müalicəsində olmazsa olmazlardan biri azonterapiya. Azonterapiya damarları genişləndirir, qanda oksigenin miqdarını artırır və antioksidan təsir göstərir, iltihab əleyhinə təsir göstərir, hansı ki bizim üçün, yəni bugünkü prezentasiyamızın əsas hissəsi xronik iltihab hissəsinə təsir göstərir. Az öncə qeyd etdiyim dərmanlarımızı, yəni KOR, koenzim, digər dərmanları həm dediyim kimi əzələ və vena istifadə edə bilərsiniz. Həmçindəki nöqtələrə istifadə edə bilərsiniz. Burada həm SMBT, yəni metamerzonaları göstərmişəm, həm də ki, akupunktur nöqtələrə farmakoterapiya etmək mümkündür, yəni biapunktura. Həmin nöqtələrə dərmanları eritmək mümkündür və hansı ki, mən də praktikamda istifadə edirəm və daha tez və effektli nəticə əldə etmək mümkündür. Diqqətinizə görə təşəkkür edirəm. Bugünkü çıxışım bu qədər. Biraz ola bilsin sürətli danışdım. Ümid edirəm ki, anlaşılan olmuşdur. Nəsə bir sualınız olarsa cavablamağa hazıram. Axşamınız xeyir, Aynur xanım. Axşamınız xeyir, Yeganə xanım. Həkimləri də salamlayıram. Çox sağ olun dəyərli məlumatlarınız üçün. Mən təşəkkür ederim. Sualları oxuyum. Belə bir sual gəlib. Bəli. Deməli, EKG-də V1, V2, V3-də və 4-də S dişi mənfidir. Başqa heç nə yoxdur. 65 yaşlı qadındır, şikayəti yoxdur. Lipidlər və başqa analizlər yaxşıdır. Siz bunu necə qiymətləndirərsiniz? Belə deyim, ümumiyyətlə tək başına kardioqram ilə pasiyenti qiymətləndirməyi düzgün hesab etmirəm. Çünki bu zaman sadəcə kağızı müalicə və müayinə etmiş oluruq və pasiyentin özünü müayinə etmiş olmuruq. ST segmentimi, T dişimi, çünki ST dişi yazılıbdır. T dişin negativ ola bilir. Yəni bir çox hallarda bəzən təzyiq yüksəkliyindən də ola bilir. Bəzən angioqrafiya edirik, damarlar normalda, ancaq T dişi negativ göstərə bilir. ST segmenti aşağıdırsa, xəttdən aşağı düşübsə, nə qədər aşağı düşüb, 0.5 mm, 1 mm bunlar bizim üçün önəmlidir. Yəni ST həqiqətən orada bir kardioqramın daha dərinlikləri vardır. Yəni izaxətdən çəpmə enib, horizontal mı enib, bunlar çox önəmlidir. Xəstənin şikayətlərini də nəzərə almaq önəmlidir. Hərəkət vaxtı ağrısı varmı, döş qəfəsində yandırıcı ağrıları varmı? Yəni dediyim kimi kompleks yanaşmaq önəmlidir. Belə yəni atom fraksiyası da yəqin ki 50-dən aşağı olan ürək çatışmazlığı xəstələrində hansı inteqrativ təbabət preparatlarından istifadə edirsiniz? Burada qeyd etdiyim preparatlar əslində mühazirə zamanında hər zaman qeyd etdim ki, təkcə təzyiq üçün deyil, həm ürəyin işemik xəstəlikləri, həm ürək çatışmazlığında effektlidir. Ən çox öz praktikamdan deyə bilərəm ki, istifadə etdiyim KOR kompozitum, koenzim kompozitum, çünki ürəyin enerjiyə olan tələbatını ödəyir. Kralanin səbəblərini qeyd etdim.
Ödem olan hallarda apistomakort, berberis, limfomiyazot, yəni bu şəkildə və bəzən pasientlər olur ki, deyək ki, əməliyyata göstəriş olur və getmək istəmir. Hər hansı bir səbəbdən biraz uzatmaq istəyir və yaxud nəsə bir səbəbdən və bu zaman belə uzun müddət kor koenzim istifadə etdikdə pasient özündə çox yaxşılaşma hiss eləyir, tənginəfəslik azalır, daha rahat günlük işlərini görə bilir. Aha. Böyrəkdə və böyrəküstü vəzdə kista ilə əlaqəli hipertenziyada daha yaxşı təsir edəcək hipotenziv preparat hansıdır? Böyrəkdə və böyrəküstü vəzdə bu biraz ayrı mövzulardır. Böyrəyin özündə olan kistalar əksər hallarda təzyiq yaradan səbəb deyil. Böyrəküstü vəzdə varsa bu araşdırmaq lazımdır. Nədir? Feoxromostomadır, yoxsa digər səbəbdir? Bunlar adətən cərrahi olur. Aha. Kralanin taxikardiyanı stabilləşdirir. Nevrotik mənşəli ürək döyünmələrdə təsiri yaxşıdır, amma təzyiqlə bağlı əminliklə deyə bilmərəm. Öz fikrini yazıb həkim. Sizin də Təbii ki, əlavəniz varsa. var əlavə. Mən onu qeyd etdim ki, tək başına demədik ki, kralanin tək başına tək təzyiq müalicəsində bir dənə dərman verək və bütün müsbət nəticələri alacağıq. Yox. Başlanğıcda, yəni yeni başlayan hipertoniyalarda kralanin yaxşı effekt verir. Ancaq dediyim kimi, əgər xəstəlik formalaşıbsa, ağır dərəcədədirsə, bu zaman kimyəvi dərmanla yanaşı veririk. Həm dərmanın effektivliyini artırır, həmçinin də onların yan təsirlərini azaldır. Aha, bir də belə bir sual var ki, tərkibində spirt varmı? Yəqin başqa həkim verib sual. Yəqin kralanin tərkibini demək istəyir, yaxud ümumiyyətlə damcıların tərkibini Ümumiyyətlə, soruşur. damcıların tərkibində adətən olur. Yəni, spirtdə həll olunan maddələr olur. Kor kompozitum degenerativ miokardda nə dərəcədə effektlidir? Onu hansı dərman kompleksləri ilə infüzion olaraq təyin edirsiniz? Kor kompozitum bütün ürək xəstəliklərində qeyd etdiyim kimi çox müsbət təsir göstərir. Həmçinin də degenerativ proseslərdə kor, koenzim, kralanin, mukaxel, bunlar dediyimiz vəziyyətlərdə çox müsbət effekt göstərir. Aha. Koenzimi həkim iştah artırıcı təyin etmişdi. Bu düzdürmü? Koenzimi iştah artırıcı kimi deyil, yəni daha çox dediyim kimi maddələrin mübadiləsini yaxşılaşdırır, ürəyin enerji olan tələbatını ödəyir. Digər orqanlarda da eyni işi görür Aynur xanım. ATF sintezini yaxşılaşdırır. Ola bilsin ki, ola bilər ki, bəlkə də iştah təyin artırıcı edir təsir ki, olur. uşaq biraz möhkəmlənsin, özünə gəlsin. Mən qeyd etdiyim kimi, əks mən daha göstəriş çox deyil, yəni. bütün dərmanların, bugün danışdığım bütün mövzuna daha çox öz sahəmə uyğun olaraq göstərmişəm. Yəni, ürəklə bağlı olan hissələrlə danışmışam. Düzdür Aynur xanım. Sadəcə deyə həkimə bildirmək istəyirəm ki, narahat olmasın. Müsbət təsir göstərəcək. Necə ki, vitaminlər verirlər ki, uşaq biraz özünə gəlsin. O da o mənada yazıb koenzimi. Mən onu qeyd etdim ki, inteqrativ tibbdə istifadə olunan bütün dərmanlar, yəni yan təsirləri yoxdur. Nəticədə hər birinin müsbət effekti var. Biz sadəcə bir səbəbdən veririk, deyək ki, ürək səbəbindən veririk hər hansı bir dərmanın. Yanaşı olaraq böyrəyə də müsbət təsir göstərir, qaraciyərə də müsbət təsir göstərir və çünki onun bütün dərmanların tərkibində bir çox komponentlər var və həmin komponentlər də ayrı-ayrılıqda digər orqanlara faydalı təsir göstərir. Çox xoşuma gəldi o yanaşmanız Aynur xanım. Yəni doğrudan da dərindən artıq bunları biləndə müxtəlif istiqamətlərdə həkimlər istifadə edə bilirlər. Bəli, praktika artıq bu illərin praktikası onu göstərir ki, bunu istifadə edərək görürük. Bəzən olur ki, dərmanların, bunu bəzən pasientlər də deyir, bəzən kənar həkimlər də deyir ki, bu dərmanın içində, göstəricisində belə bir şey yazılmayıbdır və yaxud fərqli bir göstərici yazılır. Amma praktikada o hissələri araşdıranda, onun komponentlərini araşdıranda görürük ki, bütün orqanlara yaxşı təsir göstərir. Deyək ki, bir dərmanın içərisində qaraciyərlə bağlı yazılmayıbdır, amma onun bir komponenti qaraciyərə təsir göstərir və yaxud əksinə ürəklə bağlı yazılmayıbdır. Məsəl üçün, berberisdə daha çox sidik qovucu təsir göstərir, yəni böyrəklərə təsir göstərir. Amma hipertoniya çox vaxt böyrək səbəbli olur, çoxlu duz istifadəsindən olur və bu da bizə müsbət təsir göstərir və hər birini praktikamızda araşdırıb
özümüzə lazım olan hissəsini istifadə etsək, daha yaxşı nəticə əldə edərik. Çünki kimyəvi dərmanlarla bir yerə qədər gedə bilirik. Və pasientlər də bəzən bezir ki, həkimə müraciət eləyirəm, bu həkim bu dərmanı yazır, digəri də eyni tərkiblə adını dəyişmiş başqa bir kimyəvi dərman yazır və mən istədiyim nəticəni ala bilmirəm. Yəni, nə edirik? Müəyyən müddətdən bir dərmanın tərkibini dəyişirik, dozasını dəyişirik və bunun üçün də əslində pasientlər çox vaxt dərman istifadə etmirlər. Nəticədə hipertoniyanın çox ciddi ağırlaşmaları gətirib çıxardır. Əslində, pasientləri də bir tərəfdən qınamıram. Çünki özümüzün də və mütləq ki, ailəmizdə də bir təzyiq xəstəsi, ürək xəstəliyi olan bir insan var və dərman içməkdən bezir. Çünki bir fərqli bir nəticə görmür. Yəni, insanlar artıq bir fərqlilik istəyir. O fərqliliyi də bizə inteqrativ təbabət verir. Düzdür, Aynur xanım. Mən də icazə verirsinizsə bildirim ki, HEL dərmanları, HEL-in preparatları, yəni biotənzimləyici preparatlar adlanır. Bunu Alman alimi Reykjavik icad edib və o dərmanları hazırlayarkən məhz o xəstəliyin patogenezini, o patogenezdə iştirak edən həlqələri nəzərə alıb. Ona görə bir preparatın tərkibində müxtəlif komponentlər var. Siz deyən kimi, yəni müxtəlif həlqələrə təsir göstərən komponentlər var. Ona görə çox fərqli nəticələr almaq mümkündür. Çox sağ olun cavabınıza görə qiymətləndim. Sualları oxuyum, digər sualları. Limfomiyazot vurulduqdan sonra təngnəfəslik şəkərin düşməsi nədəndir, doktor? Necə Belə bir sual eşitmədim? Bir də Yeganə xanım, bir də deyərdim. Limfomiyazot vurulduqdan sonra təngnəfəslik və şəkərin düşməsi belə rastlaşıbdır həkim. Deyir, bu nədəndir? Sual Əslində, verir. limfomiyazotun belə bir təsirini indiyə qədər görməmişəm, amma limfomiyazotun içərisində eltiraksin var və hipertiroz olan xəstələrdə, yəni qalxana bənzər vəz problemi olan xəstələrdə bəlkə fərqli nəticə göstərə bilər, amma digər tərəfindən, yəni bunu şəkərin düşməsi ilə bağlı olan hissəsini endokrinoloqumuz çıxışında yəqin ki, ətraflı deyər, belə bir nəticəsini görməmişəm indiyə qədər praktikamda. Əgər sizin bəlkə bildiyiniz varsa, Yeganə xanım. Ümumiyyətlə belə bir əlavə təsir yazılmayıb indiyə qədər, yəni tək bizdə yox. Mən də praktikamda görməmişəm. Bəlkə ola bilsin ki, başqa bir dərmanı da istifadə edib həmin vaxtı, bəlkə digər dərmanı. Çünki bəzən olur pasientlər, belə deyim də, inteqrativ tip dərmanlarını yeni-yeni alışırlar, yeni-yeni həkimlər arasında da yeni-yeni bilirlər deyə bəzən hər hansı bir yan təsir olanda bilmədikləri dərmanın üzərinə qoyurlar. Bəlkə bununla bağlı olub, başqa bir səbəbdən olub da, amma mən praktikamda görməmişəm ki, çox istifadə edirəm limfomiyazotu. Bir də Aynur xanım, limfomiyazot, yəni tərkibindəki o eltraksinə görə durulaşmış halda yalnız hipertirozda əks göstərişdir. O da çox az rast gəlinir də, Bazedov xəstəliyi dediyimizdə. Hipotirozda əksinə göstərişdir. Çox vaxt həkimlər qalxana bənzər vəz xəstəlikləri deyəndə hamısında ehtiyat edirlər, amma əksinə hipotiroz vəziyyətində... Biz eltraksini hipotirozda istifadə ediriksə, bunu da rahatçılıqla istifadə edə bilərik. Aha. Belə bir də sual varmı? Bradikardiya və AV blokada olarsa kralanin olmaz yəqin ki. Kralanin dediyim kimi kəskin ürək döyüntünü sırf salmır. Ürək döyüntünü regulyasiya edir. Ona görə AV blokadanın baxar hansı dərəcəsi. Yəni birinci dərəcədə əks göstəriş deyil, amma ikinci, üçüncü dərəcə AV blokadada istifadə etmən, ehtiyatlı olmaq daha məsləhətlidir. Neyroksanı imtahan qabağı streslərdə istifadə etmək olarmı? Təbii ki. Neyroksan, qeyd etdim, yəni neyroksan mənim ən çox sevdiyim preparatlardan biridir. Çünki həm gecə yuxusunu normallaşdırır. Təbii ki, imtahan qabağı həyəcanı da kömək eləyir. İmtahan qabağı həyəcan olduqda da gecə yuxusu da pozulur. Yəni, ümumiyyətlə, bizim gecə yuxumuz normal olsa, sinir sistemimiz də normal olur. Təzyiq də normallaşır. Bu bizim üçün çox önəmlidir. Amma konkret suala cavab versək, bəli, imtahan önü həyəcanlarda neyroksan yaxşı təsir göstərir. Düzdür, Aynur xanım, mən də pediatr kimi bildirim ki, imtahana hazırlaşanlarda həm doktor deyən kimi yuxunu normallaşdırır,
stresi azaldır, stresi idarə edə bilir, səbirli olur, yaxşı düşünməyə kömək edir. Hətta tək yuxuya deməyək, tək yuxu ilə deyil, yəni həm yaxşı düşünə bilir, yaxşı qərar verə bilir. Hətta imtahana daxil olanda da dil altına qoyub daxil ola bilər, yuxululuq verməyəcək. Tam Yəni əslində rahatlıqla yeganə təyin edə bilərlər. gecə yuxumuz Buyurun. normallaşsa bizim beynimiz də yaxşı işləyir, Düzdür, düzgün düzdür. düşünürük. Aydın, belə deyim də, bəzən deyirlər ki, dumanlıdır beynim, sanki açıq düşünə bilmirəm. Bu bizim rahat düşünməyimizə də kömək eləyir. Sinir sistemi Düzdür, düzdür. normallaşırsa rahat düşünürük. Aha. Sizə çox təşəkkürlər edirlər. Onu Mən deyim Aynur təşəkkür edirəm. xanım. Faydalı oldumsa nə gözəl. Maraqlı məlumatlara görə təşəkkür edirlər və həkim buyurur ki, maqneziumla bağlı ikinci slaydı göstərərdiniz zəhmət olmasa. Burada əslində maqneziumla bağlı bunu mu deyir bilmirəm. Burada həmin o qeyd İkinci, etdiyim kitabda birinci yox, ikinci slaydı. birinci budur. İstəyir. İkinci isə hansı forması yəqin ki daha effektlidir. Bununla bağlı istəyirsə bunu qeyd Yəqin. edərək. Yəqin bundan çəkmək sonraki istəyir, slaytda da ola bilsin ki. necə? Yəqin çəkmək istəyir, Yəqin doktor. ki, bəli. Saxlayın ekranda. Deməli, birinci və ikinci AVL, AVF aparmalarında normaldırsa, tək V1, V2 heç nə vermir. Özü də ki, xəstənin şikayətləri deyir ki, yoxdur. Hə, cavab verir. Doktor əvvəlki suala yəqin ki, cavabdır bu. Yenə də deyirəm, pasiyenti görmədən cavab vermək çətindir, amma şikayətləri yoxdur. Çünki kompleks yanaşırıq. Tək kardioqramada yetərli deyil. Yəni V1, V2-də olan dəyişiklik hər zaman spesifik deyil, amma mütləq şəkildə xəstənin exosunu da görməliyik. Çünki son zamanlar ürək xəstəlikləri, xüsusən bu COVID infeksiyasından sonra çox fərqli gedişdədir. Əvvəllər bəzən tək kardioqram ilə qiymətləndirə bilirdiksə, indi mən şəxsən bütün xəstələrdə exo görməyi tərcih edirəm. Çünki çox önəmlidir. Bəzən kardioqramada hər şey normaldır, exoda fərqli görsənir və yaxud əksinə. Kardioqramada kəskin bəzən tellər çox neqativ olur, bizi çox narahat eləyir. Exoda bir dəyişiklik aşkar etmirik. Pasiyentin bir şikayəti yoxdursa, təbii ki, bunun mütləq şəkərli diabeti var, yoxsa yoxdur, irsiyyətdə ürək xəstəlikləri var, yoxsa yoxdur. Yəni biz əslində inteqrativ tibb həkimi olduğumuz üçün kompleks yanaşırıq. Yəni hər tərəfli pasiyentin digər hansı yanaşı xəstəliyi var, qaraciyər xəstəliyi varmı? Çünki qaraciyər xəstəliyi olanlarda da ürək xəstəliyi çox müşahidə olunur. Yəni kompleks yanaşaraq qərar vermək lazımdır ki, bu pasiyentdə hansı müalicə taktikasını seçək. Belə bir sual gəlib ki, kor kompozitum gəlmir axı. Niyə? Kor suis var. Bu eyni dərmandır, sadəcə adı dəyişib. Bəli, eyni dərmandır. Sadəcə biz öyrəşmişik, elə qısa olaraq kor kompozitum yazır. Kor suis kompozitum elə yazılır, həmin dərmandır. Aha. Osteoxondroz hipertoniyanın səbəbi ola bilərmi? Ola bilər. Hipertoniya dediyim kimi çox geniş bir çox səbəbləri ola bilir. Biz hər zaman adətən mən onu həmişə pasiyentlərə də qeyd edirəm ki, müraciət edərkən bəzən belə deyirəm ki, bir əllə tutulan səbəb istəyilir. Ürəyimdə daş var, ürək damarım tutulubdur. Yəni kəskin bir nəticə istəyirlər ki, nə səbəbdən mənim təzyiqim qalxır, amma hər zaman bir xüsusi əllə tutulan səbəbi olmur da, belə deyim. Osteoxondroz da ola bilər, qeyd etdiyim bu xroniki iltihab da ola bilər, sinir sistemi pozulması olur, mədə bağırsaq pozulması ola bilər. Yəni təbii ki, bir çox səbəbləri ola bilər. Əgər AV blokada varsa, amma çox qəribədir ki, nəbz yuxarı olur, nə məsləhət görürsünüz? AV blokadanın hansı dərəcəsi? Yəni birinci mərhələ AV blokadadır əgər AV blokadadırsa dediyim kimi, bu təhlükəli bir vəziyyət deyil. Yəni baxırıq nədən yaranıb. Beta blokator istifadə eləyir bəlkə, yəni hansı səbəbdən, bəzən başqa kənar dərmanların, antibiotiklərin təsirindən ola bilər. Hansı səbəbdən yaranıb, buna baxmaq lazımdır. İkinci, üçüncü mərhələdirsə, yəni nəbz adətən yüksək olmur. Yüksəkdirsə, yəqin ki, birinci mərhələdir. Burada kralanini rahatçılıqla istifadə edə bilərsiniz. Qeyd etdiyim kimi, pasiyentlər qeyd edir ki, beta blokatordan, propranololdan o cür effekt almadılar ki, kralanindən o effekti gördü, yəni pasiyent. Aha. Belə bir sual var. Neyroksanı normal hallarda da istifadə etmək olarmı? Normada olar.
Niyə olar? Çünki mən həmişə onu qeyd edirəm ki, pasientlərə çox stresli bir zamanda yaşayırıq. Yəni müharibələr görürük, Covid infeksiyası, evdən çölə çıxmamalar, bunların hər biri bizim sinir sistemimizdə zədə qoyur. Biz hiss etməsək də stresli zamanədə yaşayırıq. Televizorda olan hadisələr, yəni hər gün hər hansı bir xoşa gəlməyən hadisə eşidirik və hər kəsin də sinir sistemi eyni cür effekt reaksiya vermir. Ona görə gözləməli deyilik ki, tamamilə sinir sistemi pozulsun, panik atak, depressiv vəziyyət yaransın. Onun üçün öncədən orqanizmin sağlamlığını düşünüb istifadə etsəz daha yaxşıdır əslində. Niroksan hansı yaşdan başlayaraq istifadə oluna bilər? Niroksan, bunu siz də yeganə xanım pediatr Yaş olaraq deyə bilərsiniz. göstəricisi yoxdur. Aynur xanım, yaş Yoxdur, bəli. yoxdur. Yəni. Lap kiçik uşaqlara da istifadə oluna bilər. Elə ona görə dedim ki, pediatr olaraq siz qeyd eləyəsiniz ki, yəni uşaqlara da istifadə oluna bilir, böyüklərə də bütün yaşlarda istifadə oluna bilir və mən böyüklərə adətən 2 tabletkadan gündə 3 dəfə daha effektli olur. Düzdür. Aynur xanım, belə bir məlumatı vermək istəyirəm. İcazə verirsinizsə, suallar bitib. Təşəkkür eləyirəm həkimlərə də, Buyurun. sizə də bir daha çox sağ olun. Zəhmət çəkmisiniz, vaxtınızı ayırmısınız. Deməli, artıq həkimləri təkmilləşdirmə institutunda, kurslarda inteqrativ tibb nədir mövzusunda dərslər keçiriləcək. Yəni artıq bütün həkimlər, kursa gələn həkimlər, dövlət tərəfindən göndərilən həkimlər də inteqrativ tibbin nə olduğunu o təkmilləşmə institutunda öyrənməyə başlayacaqlar. Hamısına uğurlar arzulayıram, həm bu dərsi deyən həkimlərə, həm də onu artıq öyrənən bütün həkimlərə. Bəli, Yəni bu gələcəyin tibbi də hamı bunu biləcək, belə deyim. Mən də onu qeyd eləmək istəyirəm ki, artıq akademik tibbdə bir tükənmə hissəsi vardır. Yəni konkret müəyyən kimyəvi dərmanlardır, o dərmanlara uyğun olan tədqiqatlardır. Fərqli bir yanaşmanı həkimlər də istəyir və buna bizim ehtiyacımız var. Yəni düzgün, inteqrativ təbabətin elədiyi, mən hər zaman qeyd edirəm, orqanizmə olan əslində düzgün yanaşmadır. Kompleks yanaşmadır. Yəni bütün orqanlarla bir-birindən əlaqəli işlədiyi üçün kompleks yanaşmadır və təbii ki, buna artıq tibbimizin ehtiyacı var. Genişlənməsinə ehtiyacı var. Məncə çox uğurlu bir qərardır. Aynur xanım, sizin o yerləşdirdiyiniz slayddan da bilinir ki, inteqrativ tibb nədir? Yəni onun başında akademik tibb durur və ətrafında da onu tamamlayan tibblər yox, daha doğrusu metodlar da digər metodlar. Yəni biz onsuz da ayıra bilmərik. Akademik tibb, inteqrativ tibb, artıq bugünkü dünyada o ümumiyyətlə hamısı bir yerdə inteqrativ tibb adlanır. Yəni bir-birini tamamlayıcı müalicədir. Mən onu qeyd etdim ki, inteqrativ tibb alternativ deyil, tamamlayıcı müalicədir, kompleks. Düzdür. Yeni suallar gəlib, icazə verin oxuyum onları da. Buyurun. Kor kompozitum haqqında yenidən sual gəlib. Yəni bütün həkimlər bilsinlər ki, sadəcə adı dəyişib. Kor suis kompozitum. Bəli. Biz sadəcə alışmışıq o kor kompozituma. Ona görə kor suis deyil, kor kompozitum yazmışam. Amma reseptdə də adətən elə yazıram. Aptekdə də hər zaman bu biraz çaşqınlıq yaradır. Amma kor suis kompozitumdur. Kor suis. Yəni suis deyəndə həkimlər, o kursu keçən həkimlər elə bilirlər inyeldir. Biraz ehtiyatlı davranırlar. Amma inyel olsa onun içində bir komponent olar. İçliyin açıb baxsanız, içində çox sayda komponent var. Yəni kompozitum. Sadəcə adı dəyişibdir. Ritm pozğunluqlarında biz çox vaxt elektrik aktivliyə fokuslanırıq. Sizcə miokardın mitoxondrial funksiyası və sərbəst radikal yükü aritmiyaların davamlılığında nə qədər rol oynayır? Müalicədə metabolik dəstəyi nə qədər önəmli hesab edirsiniz? Bəli, əlbəttə ki, yəni bütün ürək xəstəliklərinin yaranması elə endotelial disfunksiyadan başlayır. Mitoxondrial pozulmalardan başlayır. Onu da dəstəkləmək çox önəmlidir. Aritmiyalara da təsir göstərir, ürək çatışmazlığının da yaranmasına təsir göstərir. Aritmiyaların yaranmasına hipertoniyanın da çox böyük mənfi təsiri var, belə deyim, yəni səbəb olur. Ona görə çox önəmlidir. Oldu, Aynur xanım, təşəkkür eləyirəm sizə bir daha. Mən təşəkkür həkimlərə edirəm. də.
Hal-hazırda 206 həkim var webinarda. Çox sağ olsunlar. Dinlədilər. Ümid edirəm ki, maraqlı, lazımlı, dəyərli məlumatlar aldılar. Sağ olun. Sağ olun, mən də təşəkkür edirəm.